Salam hörmətli müəllimlər və izləyicilər, sizləri xoş gördük. Bugün sizinlə fizika müəlliməsi Gülün Əliyevadır. Mənim bugünkü video izahım işıq kvantları başlığından ətraflı yazılı cavab tələb olunan tapşırıqların həlləri olacaqdır. Əgərlərin bu videonu mənimlə əvvəldən axıra kimi geçsəniz, bu tapşırıqlar sizə rahat olacaqdır. İndi isə başlayırıq birinci sualımızdan. Enerji 3,5 × 10⁻⁹ joule olan fotonun dalğa uzunluğunu hesablayacaq. H Planck sabiti və işığın vakuumda olan sürəti verilibdir. İndi biz də kənardan verilənləri yazaq. Fotonun enerjisi bizə verilibdir 3,3 vurulsun 10⁻⁹ joule. H Planck sabitimiz var. İşığın vakuumda olan sürəti var və dalğa uzunluğu lambda soruşulur. İndi baxaq biz bu 4 fiziki kəmiyyətə uyğun hansı düsturu müəyyən edə bilərik. Biz bilirik ki, ilk öncə gəlin belə yazaq. Fotonun enerjisi bərabər H nüdur. Nünün də yerinə C bölünsün lambda yazaq. Demək olur bu son ifadə bu şəkildə. Ninin yerinə C böl lambda yazaq. İndi bizdən lambda dalğa uzunluğunu soruşursa, fotonun enerjisi ilə lambda yerlərini dəyişirlər. Olur belə. İndi verilənləri gəlib oradan yerinə qoyaq yazaq. H Planck sabiti verilibdir. 6,6 vurulsun 10⁻34. İşığın vakuumdakı sürəti, yəni C 3 vur 10⁻8. Fotonun enerjisi 3,3 vur 10⁻19'dur. Sadələşdirək buradan. 6,6'nı 3,3'e böldükdə bu eləyəcəkdir 2. Buradan da 2'ni də 3'e vuranda bu eləyəcək 6. Gəl istəsəm bunları elə yazdıqca yerindəcə silim yazım. Demək 2'ni 3'e vurduq. Bu elədi 6. Daha sonra demək 10⁻34 ilə 10⁻19 ixtisarı olunanda sürətdə qalacaqdır 10⁻15 yazaq belə 10⁻15 və 10⁻15 10⁻8'e vurulanda bu da eləyəcəkdir 10⁻7. Bax, bunu belə yaza bilərəm. 10⁻7 ya cavab 6 vur 10⁻7 metrdir. Və yaxud da bunu mikrometrə çevirəndə belə yazıram. 0,6 vur 10⁻6 metrdən ibarət. Bax, buradakı 10⁻6'nı mikro ilə yazaram. Onda olacaq bu da belə 0,6. Çünki biz bilirik ki 1 mikro nədir? 10⁻6'dır. Onda 10⁻6'nı mikrometrlə əvəz eləsək, tutulacaq mikrometrdən ibarət. Çünki lambdanın vahidi axı dalğa uzunluqdur. Vahid də metrdir deyə yazıram. Olmuş şəkilçimizdə mikrometr. Sualın cavabı belə olur. Keçdik ikinci sualımıza. Dalğa uzunluğu 6,6 vur 10⁻7 metr. Enerjisi 3 megaelektron volt olan elektromagnet şüalanması üçün neçə foton ibarətdir? Bir elektron volt bizə verilib. H Planck sabit və işığın vakuumdakı olan sürət verilib. Verilən fiziki əməklərimizi yazıram. Dalğa uzunluğu lambda 6,6 vur 10⁻7 metr. Fotonun enerjisini veribdir 3 mega elektron volt. Bax, mega milyon deməkdir, 10⁻6 deməkdir. Elektron voltun da burada qiyməti var. İndi hesabatda bunları yazacağım. Sonra H Planck sabiti var və işığın vakuumdakı sürət var. Eyni də soruşulur bizdən neçə fotonla ibarətdir. Deməli, biz gəlin belə yazaq. Dedik ki, bundan öncə fotonun enerjisi bərabər idi, düstur H növ idi. Əgərlərim n, yəni fotonların sayı soruşularsa, sadəcə bu düsturun önünə bir tək n atacaqsın. Daha sonra lambda, yəni dalğa uzunluğu verilirsə, o zaman nö'nü belə saxlama. Nö'nün yerinə C bölünsün lambda şəklində yazıram. Olur belə. İndi buradan da eni tapıram. Fotonların sayı. Demişəm ki, tapacağınız hərfin yanındakiler həmişə düşür məxrəcə. Yəni eni tapıramsa HC düşür məxrəcə. Qalanları yuxarıya dırmaşacaqlar. Yəni foton enerjisi ilə lambda bir-birinə vurularaq yuxarı qalxır. İndi verilən fiziki əməklərimizi buradan yerləşdirək. Fotonun enerjisi bax 3 mega elektron voltdur. Mega 10⁻6'dır. Bunun yerinə yazıram ki 10⁻6 və elektron volta bax nə qədər veribdir qiymət. Elektron voltumuz 1,6 vur 10⁻19'dur. Onda bunu belə saxlamıram. Elektron voltun da yerinə yazıram. 1,6 vur 10⁻19. Lambda isə verilibdir 6,6 vur 10⁻7 bölünsün. H Planck sabitimiz 6,6 vur 10⁻34. İşığın vakuumdakı sürəti isə 3 vur 10⁻8'dir. İndi buradan sadələşdirirəm. Demək, 3'lər ixtisarı olunur. 6,6'lar ixtisarı olunur. Elə gəl bunları yerindəcə buradan silək. Demək, bunları buradan sildik. Belə qaldı. Bizim son ifadəmiz bu şəkildə. Qiymət olaraq burada sadəcə enimiz bərabərdir. 1,6'lıqla bir cavab olacaqdır. İndi üstləri hesablayaq.
Deməli, bu 10 üstü müsbət 6 ilə 10 üstü müsbət 8 ixtisar olunanda məxrəcimizdə 10 üstü müsbət 2 qalacaqdır. Bunu belə yazdıq. Daha sonra 10 üstü mənfi 19 ilə 10 üstü mənfi 7-ni də bir-birinə vuranda bu da eləyəcəkdir 10 üstü mənfi 26. Qoy buradan da yazaq bunu. 10 üstü mənfi 26 və deməli 26 ilə də buradan 34-lü ixtisar eləndə elə bil 34-dən 26-nı çıxacaq da məxrəcimizdə qalacaq o. Məxrəcdə qalır 10 üstü mənfi 8. Belə bu onluqlar gedir. Qaldı 10 üstü mənfi 8 və 10 üstü mənfi 8, 10 üstü müsbət 2-yə vurulanda bu elədi 10 üstü mənfi 6. Bax, indi mənfilər də bilirik ki, yuxarıya qalxanda o da müsbət könül olur. Oldu 10 üstü müsbət 6. Yəni, başqa sözlə, burada n fotonların sayı 1,6 vur 10 üstü müsbət 6-dan ibarət olur. Bu sualımızın cavabı məxrəcdəkini isə belə qaldı. İndi isə baxıram 3-cü sualımıza. 4 saniyə müddətində dalığı uzunluğu 0,155 mikrometr olan 10 üstü müsbət 20 ədəd foton şüalandırılan lampanın gücünü hesablayın. H Planck sabit və işığın vakuumdakı sürəti var. Verilən fiziki əməklərimizi yazıram. Zaman 4 saniyədən ibarətdir. Lambdamız dalığı uzunluğu 0,155 mikrometrdir. İndi bu mikrometri hesabatda yerinə yazacağım ki, mikronun yerinə 10 üstü mənfi 6 yazacağım. Hələ ki, belə saxlayıram. Eyni isə fotonların sayı 10 üstü müsbət 20. H Planck sabit C var və bizdən lampanın gücünü, yəni P-ni soruşur. Biz mexaniki iş və gücdə bilirdik ki, güc bərabər idi. İş bölünsün zaman idi. Bax, indi burada işin yerinə biz fotonun enerjisini yazacaq. Y foton məxrəcimizə zamandır. Foton enerjisini də yerinə dedik ki, H-ni götürüb yazacaq. Yazıq belə H-ni və əgər dedik ki, n də yəni fotonların sayı veriləcəksə, o zaman bu düsturun önünə biz sadəcə bir n yerləşdirəcək ki, belə qoyduq və lambda da olanda n-ni belə saxlamırıq. N-nin yerinə C bölünsün lambda şəklinə yazacaq. Və salam, bütün fiziki əməklərimiz hazır olduqdan sonra verilənləri götürək, yerinə qoyaq, yazaq. N buradan verilib 10 üstü müsbət 20. N-in yerinə 10 üstü müsbət 20 yazıram. H Planck sabitimizin yerinə 6,6 vur 10 üstü mənfi 34. İşığın vakuumdakı sürəti 3 vur 10 üstü müsbət 8. Zaman 4-dür. Lambdamızın da qiyməti 0,55 yazıram bura. Və mikronun da yerinə 10 üstü mənfi 6-nı yazdı. Belə. İndi bunları başlayaq hesablamağa. 6,6-nı götürüb buradan 11-ə bölsək, böləcəkdir 0,6. Bax, bunun yerinə yazsın buradan 0,6 və 0,55-i də bunu da 11-ə böldükdə bu da eləyəcəkdir 0,5. Qoyduq belə. İndi gəl bu tapdıqlarımız tərəfi ilə köçürdək bura. Bura 0,6, bura 0,5-imizi yazdıq. Elə istəyirsən gəl bunları buradan silək ki, sadələşsin bu hissə. Tapdıqlarımı bərabərlikdən bu yana köçürdəcəm. Sonra burada qaldı 3 və 4. Həmin bu 3 ilə də 4-ü bu yana yazaq. Buraya yazıram 3. Burada yazıq 4. Bu belə. Bunları da buradan silək geçsin. İndi qaldı yalnız onluqlar. Onluqları gəlin hesablayaq. 10 üstü müsbət 20-ni 10 üstü mənfi 34-ə vuranda böləcəkdir 10 üstü mənfi 14. Buradan silək bunu yazaq. 10 üstü mənfi 14. Bu belə. 10 üstü mənfi 14-ü 10 üstü müsbət 8-ə vurduqda isə bu da eləyəcəkdir 10 üstü mənfi 6. Buradan da yazıq buna. 10 üstü mənfi 6 və salam. Buradan da 10 üstü mənfi 6-larımız ixtisar olundu. Yerdə qaldı bax bu qiymətlər. İndi bu rəqəmləri başlayaq buradan biz hesablamağa. Gətirək bunu bu yana düzək və hesablayaq. Görək nə çıxacaqdır. Demək, belə eləyək. 0,6-nı gəlin belə 0,5-i 4-ə vururuq. Bu da eləyəcəkdir 0,2. Məxrəcdə 0,2. Sürətdə 0,6 vurulsun 3-dür. Bu da elədi 3. 3-dür 2-yə vuran 9 vat elədi. Sualımızın cavabı. Baxırıq indi 4-cü sualımıza. Bu yanları buradan silək. 4-cü sualımızda fotocərəyan şiddətinin, yəni i-nin katodla anod arasındakı gərginlikdən asılı qrafiki verilir. Fotoeffektin qırmızı sərhədinə uyğun tezlik 5 vur 10 üstü müsbət 14 Hz olarsa, düşən foton enerjisini hesablayacaq nədir? Foton enerjisi, yəni Y foton bizdən soruşulur.
bu axtarışdadır. Buradan bilirik ki, foton enerjisi bərabərdir h new'dan ibarətdir. Amma bizə buradan deyib, qırmızı sərhəddə uyğun tezlik verilir. Qırmızı sərhəddə uyğun tezlik new minimumdur. New minimum yazıram buradan 5 vur 10 üstü müsbət 14'dür. Bax, bunu görəndə bil ki, bunun içində çıxış işin var sənin. Onda biz deməli çıxış işini tapacaq. Əgərlərim yox, sadəcə new verilsəydi, götürərdim onda h new'dan yazardım. Amma görsən elə deyil. Qırmızı sərhəd tezliyidir. Qırmızı sərhəd tezliyi new minimumdur. Onda mən daha foton enerjisini h new'yə görə tapa bilməyəcəm. Einstein təliminə görə tapacağım. İndi gəl görək, nə edə bilirik buradan. Demək, biz belə eləyə bilərik. New minimum var deyə dedik ki, öncə çıxış işini tapacaq. Ümumiyyətlə, gəl düsturu yada salaq. Bilirik ki, Einstein təlimi belə idi. Foton enerjisi bərabər idi. Çıxış işinin üzərinə kinetik enerjisi gələcəkdir. Biz çıxış işini belə tapa bilərik. Buradan kənardan hesablayaq. Çıxış işimiz bərabərdir. H new minimumdan ibarətdir. H blank sabitimiz verilibdir bizə. 6, 16 vur, 10 üstü mənfi 34'dür. New qırmızı sərhəd tezliyi isə 5 vurulsun, 10 üstü müsbət 14'dür. İndi bunları hesablayanda 6, 16'nı 5'ə vuranda bu eləyəcəkdir 33 və o mənfi 34'ü 10 üstü müsbət 14'ə vuranda bu da 10 üstü mənfi 20 elədi. Bu bizim çıxış işimizin qiymətidir. Götürürəm bunu belə yazıram. Demək, çıxış işimiz nə oldu? Qıraqdan yazıram kənardan. 33 vur 10 üstü mənfi 20 jouldan ibarətdir. İndi bunu tapdıq. İndi isə başlayalım kinetik enerjimizə. Kinetik enerjimizi tapanda burada görsən gərginlik var. Gərginliyə görə kinetik enerjimizin yerinə isə biz elementar yük vur gərginlik yaza bilərik. Elementar yükünün qiyməti 1,6 vur 10 üstü mənfi 19'dur. Gərginliyin də qiymətinə baxanda deyə görsən 2 volt veribdir. Bax, 2 volt. Bu mənfini niyə görə yazmırıq? Bu sıfırdan sol tərəfdə yerləşirsə qiymətlər mənfi, sağ tərəfdə yerləşirsə müsbətdir. Biz isə həmişə bunun, bax, bu qrafikin bu hissəsindəki olan gərginliyin qiymətini götürürük ki, o da 2'dir. İndi 1,6'ını da 2'yə vuranda bu da elədi 3,2 vur 10 üstü mənfi 19 jouldur. Çıxış işini 33 10 üstü mənfi 20 tapmışam. Kinetik isə 3,2. Onda gəl bunu istəyirsən belə eləyək. Buradakı çıxış işimizi, bu çıxış işinin yerinə götürərəm, belə yazarım. Tamın birini 20'likdən tamın birini verərəm 33'də. Onlar 3,3 vur. 10 üstü mənfi 19 joule və salam. İndi bax, bizim bütün fizik əməklərimiz hazır. Çıxış işimizin yerinə gətirirəm, yazıram 3, onda 3 vur 10 üstü mənfi 19. Kinetikin də yerinə yazıram 3, onda 2 vur 10 üstü mənfi 19. İndi hesablayaq bunu. 3 onda 3'ün üstünə 3 onda 2'ni gələndə bu eləyəcəkdir 6 tam onda 5. 10 üstü mənfi 19'da yanına yazıram və salam, cavabımız olur 6 onda 5 vur 10 üstü mənfi 19 joule. Baxaq indi 5-ci sualımıza. 5-ci sualımızda fotofik üçün cərəyan şiddətin katodla anod arasındakı gərginlikdən asılı qrafikləri verilir. Katodun materialı üçün fotoeffektin qırmızı sərhədlə uyğun dalğı uzunluğu 6 10 üstü mənfi 7. Düşən işığın foton enerjisini hesablayacaq. Bax, yenə də deyirəm. Burada qırmızı sərhəd sözündən sonra lambda və yaxud da nu veriləcəksə, onun içində birinin çıxış işi var. Onda bu da görsən qırmızı sərhəd tezliyidir. Yəni lambda yox, lambda maksimum olacaqdır. Lambda maksimum verilibdir bizə 6 vur 10 üstü mənfi 7 metrdən ibarətdir. H blank sabit var, işığın vakuumdakı sürəti var, elementar yükümüz var. Buradakı qiymətimiz də bizim gərginlik də var və nəyə tapacağıq biz? Foton enerjisi, Y foton sualdır. Bax, bu fizik əməkləri görəndə bil ki, sən Einstein təlini yazacaqsın. Çünki lambda maksimum var, elementar yük var və gərginlik var. Bu bizə kinetik enerjini verəcək. Bax, bu iki fizik əmək bizə kinetiki verəcəkdir. Bunlar isə bizə çıxış işini verəcəkdir. Biz indi Einstein təlini yazaq. Foton enerjisi bərabərdir. Çıxış işinin üzərinə kinetik enerjimizi gələcək. İndi kənardan yazıram. Çıxış işimiz bərabər idi. H new minimumdur. Dedik new'ların da yerinə S bölünsün lambda yazacağım. S böl lambda. New minimum olanda bu da lambda maksimum olacaq. İndi A çıxış işini tapaq buradan. H blank sabit. 6 onda 6 vur. 10 üstü mənfi 34. S vakuumdakı sürət 3 vur 10 üstü müsbət 8. Lambda isə verilibdir bizə 6 vur 10 üstü mənfi 7'dir. Hesablayaq buradan. 6 onda 6'nı 6'ya böləndə böləcəkdir 1 onda 1 və 1 onda 1'i 3'ə vuranda bu deyəcəkdir 3 onda 3. İndi üstükləri onluqları buradan hesablayaq.
-34-lə -7-ni ixtisar edəndə burada qalır 10 üstü -27. Bunu yazaq belə. 10 üstü -27 ilə də 8-i buradan bir-birinə vuranda bu gələcəkdir 10 üstü -19. Bax, bunu da buradan yazır. 3 tam 13 vur 10 üstü -19 yol çıxış işimiz hazır. İndi kinetik enerjiyə baxıram. Kinetik enerjimiz də bərabərdir. Dedik ki, elementar yük gərginlik varsa kinetik enerjimizi elementar yük saxlayıcı gərginliyə görə yazacaq. Yox, sürət olsaydı MV karı bölünsün 2-yə görə yazacaqdı. Elementar yükümüz 1,6 vur 10 üstü -19'dur. De burada da verilibdir. Dedi ki, gərginliyində bax bu qiymətin götürəcək sıfırdan sol tərəfdə olan. Gərginliyin də qiyməti 2 voltdur. Hesablayıram. 1,6'yı 2'ye vuranda bu elədir 3, 10'daki vur 10 üstü -19 yoldur. İndi verilənləri götürək yazaq. Çıxış işinin yerinə 3 onda 3 vurulsun 10 üstü -19 yol yazacağım. Kinetik enerjimizin də yerinə 3 onda 2 vur 10 üstü -19 yazdıq. 3 onda 3, 3 onda 2 ilə toplanır. Bu eləyəcəkdir 6 onda 5. 10 üstü -19'ları da yanına atıram. Olur cavabımız 6 onda 5 vur 10 üstü -19 yol. 6-cı suala bax. Fototefek zamanı cərəyan şiddətinin, yəni iyinin zamanın gərginlikdən asılı qrafiki var. Udulan fotonun tezliyi 5 vur 10 üstü -14 Hz olarsa, çıxış işini hesablayacaq. Verilən fizik qiymətləri yazıram. Bax, burada görsən, sadəcə deyir, udulan fotonun tezliyi bu sözdə. Qırmızı sərhəd tezliyi deyilmir. Onda bu bildiyimiz nüyudur. Yəni, nüyu bərabərdir. 5 vur 10 üstü -14 Hz-dir. Qırmızı sərhəd tezliyi deyilsəydi, nüyu minimum yazacaqdıq. Onda bu belədir. Daha sonra H blank sabit elementar yükümüz var. Bir də gərginliyimizin də deyib, bax, biz bu qiymətini götürəcəyik ki, gərginliyimizin qiyməti 1 voltdur. Çıxış işi də sualdır. Ümumiyyətlə, yenə deyirəm, bunları görəndə, demək, newdur, H-dır görəndə bil ki, bunlar sənə foton enerjisini verir. Bu belə. Digər yandan da elementar yüklə gərginliyi görəndə bunlar da bizə kinetik enerjimizi verəcəkdir. Deməli, iki tərəfli həm foton enerjisini, həm kinetiki tapandan sonra çıxış işini də Einstein təliminə görə yazacaq. Einstein təlimimiz bilirik belə idi, foton enerjisi bərabər idi. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Buradan da çıxış işimizi tapanda foton enerjisindən kinetik enerjimizi çıxacaq. Mən bunları ayrıca yazıram ki, belə uzun görünməsin. Foton enerjisini yazanda yerinə H növ yazıram. H 6 onda 6 vur 10 üstü -34. New'nun qiyməti isə 5 vur 10 üstü -14'dür. 6 onda 6'nı da buradan 5'e vuranda bu deməli 33. Buradan yazıram 33 və 10 üstü -34 da 10 üstü -14'e vurulanda bu da 10 üstü -20 yol elədi. Elə bunu da 3 onda 3 vur 10 üstü -19 yol şəklində götürək yazaq belə olsun. Foton enerjisi hazırdır. İndi kinetik enerjiyə baxıram. Kinetik enerjimizə dedik elementar yük vur saxlayıcı gərginliyə görə olacaq. Elementar yükümüz 1,6 vur 10 üstü -19. Gərginlikdə 1 voltdur da. Bu 1 voltda yazmanın bir önəmi yoxdur. Yəni 1,6 vur 10 üstü -19 yoldan ibarətdir. İndi gətirəcəm buradan mən foton enerjisinin yerinə 3,3 vur 10 üstü -19. Kinetik enerjimizin yerinə bu qiymətləri yazacağım. Bunu biraz aşağı qoyaq ki, buradan yer olsun. Belə, indi hesablayaq buradan. Foton enerjisi 3 onda 3 vur 10 üstü -19. Kinetik enerjim də 1,6 vur 10 üstü -19'dur. Və 3 onda 3'dən də çıxanda 1,6'nı bu deyiləcəkdir 1 onda 7. Öndəki də 10 üstü -19'larda yanına atıram. Cavabımız 1 onda 7 vur 10 üstü -19 yoldan ibarətdir. Baxaq indi buradan biz 7-ci sualımıza. Bu sualımızda fototefek üçün cərəyan şiddətin katodla anod arasındakı gərginlikdən asılı qrafiki var. Udulan işığın dalğa uzunluğu 3 onda 3 vur 10 üstü -7. Katoddan çıxış işini tap H, S və Y elementar yük verilibdir. Yenə baxıram ki, dalğa uzunluğumuz verilibdir. Yəni qırmızı sərhəd yox, dalğa uzunluğu. Yəni qırmızı sərhəd deyilmişsə bu bildiyin lambdadır. Yəni ayağında heç nə olmayandır. Lambdanın qiyməti 3 vur 10 üstü -7 metrdən ibarətdir. H blank sabit var, elementar yük var və gərginliyimizdə yenə də deyirəm, bax bu qiymətini həmişə götürəcək 2 olan qiymətini. Bu da belə, gərginliyimiz 2 voltdur və çıxış işimiz soruşulur bizdən. Yenə də deyirəm, deməli
Bu hissə ki var, lambda h, bir də c verilmişdir bizə. Lambda h, c və bu ifadələr bizi foton enerjisini verəcəkdir və bunlar isə elementar yüklə gərginlik. Bunlar isə bizə kinetik enerjini verəcəkdir. Bundan öncə də yazdıq ki, 6-cı sualımızda belə də çıxış işimizi tapanda foton enerjisindən kinetik enerjimizi çıxacaq. Foton enerjisini belə tapa bilərik. H neon, neonun da yerinə C bölünsün lambdanı yazacağım. İndi bunu hesablayaq. H Planck sabitimiz 6 vur 10 üstü mənfi 34. İşığın vakuumdakı sürəti 3 vur 10 üstü müsbət 8. Lambdamız da bizə nə qədər verilmişdi? 3 vur 10 üstü mənfi 7-dir. Demək, 3'lərimiz ixtisar olunur buradan elə yerindəcə bunları silək. Sonra mənfi 34 ilə mənfi 7 ixtisar olunanda 10 üstü mənfi 17 qalır. 10 üstü mənfi 17-ni də 10 üstü müsbət 8-ə vurduqda neysə elə bir səhv hesabladım mən burada sanki. Dəqiq geri qaytaram bunları. Üstlərin deyəsən səhv yazdım hansındasa. 10 üstü mənfi 27. Deyəsən 17 yazdım. Hə. 10 üstü mənfi 27 yazdıq. Deməli, mənfi 27-ni də 10 üstü müsbət 8-ə vuranda bu delədir 10 üstü mənfi 19 belə. Qaldı cavabımız bu şəkildə. 6 vur 10 üstü mənfi 19 yoldan ibarətdir. İndi kinetik enerjini yazırım. Kinetik enerjimizlə bərabər elementar yük vur saxlayıcı gərginlik. Elementar yük buradan görürük ki, qiymət 1, 16 vur 10 üstü mənfi 19. Gərginlik də 2-dir. 1 16-nı da 2-yə vuranda 3 onda 2 elədim. Yazaq belə. 3 onda 2 10 üstü mənfi 19 joule. İndi verilən fiziki əməklərimizi götürək, köçürdək yerinə qoyaq. Fotonun enerjisi 6 gərginlik, kinetik enerjimiz daha doğrusu 3 ondakı 10 üstü mənfi 19'larda elə bilmir tərzdə xaricdən yazaq da belə birbaşa. Buradan da indi bunları çıxanda 6 3 ondakini çıxanda bu delədir 3 onda 4 vurulsun 10 üstü mənfi 19 joule 7-ci sualımızın cavabı. 8-ci suala baxaq. Fotoeffekt üçün cərəyan şiddətinin katodla anod arasındakı gərginlik asılı qrafiki verilmişdir. Fotonun enerjisi 6 vur 10 üstü mənfi 19 joule olarsa, elektronun katoddan çıxış işini hesablayacaq. Verilən fiziki əməklərimizi yazaq. Fotonun enerjisi verilibdir 6 vurulsun 10 üstü mənfi 19 joule-dan ibarətdir. Elementar yük var. Bir də buradan baxanda gərginliyin bax bu qiyməti həmişə götürülür və həmçinin müsbət qiyməti. Bu da gərginliğimizdir. Bizim 2 volt verilibdir. Bizdən də soruşulur çıxış işi də sualdır. Demişdim ki, əgərlərim bir neçə enerji verilərsə, yəni o zaman Einstein tənliyi yazılacaqdır. Einstein tənliyimiz bilir ki, foton enerjisi bərabərdir. Çıxış işinin üzərinə kinetik enerji gələcək. Çıxış işi soruşulduğuna görə buradan çıxış işini tapıram. Çıxış işi bərabərdir. Foton enerjisindən kinetik enerjimizi çıxacaq. Bax, biz bilirik ki, buradakı elementar yüklə gərginliyin sayəsində biz kinetik enerjimizi tapa bilərik. Kinetik enerji çünki gərginliklə bunun əlaqəli düsturu budur. Elementar yük vurulsun gərginlikdir. İndi buradan verilənləri götürək, köçürdək. Elementar yük verilibdir. 1, 16 vur 10 üstü mənfi 19. Gərginliyin də qiyməti 3-dür. 1, 16-nı da 3-ə vuranda bu deyəcəkdir 4, 8, 10 üstü mənfi 19 joule-dan ibarət. Bunu da yazdıq belə. İndi isə verilən fiziki əməkləri qoyaq yerinə, hesablayaq buradan. Foton enerjisi 6 vur 10 üstü mənfi 19. Kinetik enerjimiz isə 4 vur 10 üstü mənfi 19'dur. Və 6 da buradan çıxanda 4 bu da eləyəcəkdir 1 və bu hissələrdəki 10 üstü mənfi 19'ları da eyni olduqlarına görə bunları da yanına yazırıq belə olur. 1 vur 10 üstü mənfi 19 joule-dur. İndi 9-cu suala baxın. Bunu biraz yuxarı keçirdək. Bu sualımızda vakuum fotoelementinin katodun materialı üçün çıxış işi 2 elektron voltdur. Bu fotoelementin katodun üzərinə fotonların enerjisi 2,45 elektron volt olan işıq düşəndə qopan fotoelektronların maksimal sürətini hesablayacağım. Kütlə və elementar 1 elektron volt verilibdir. İndi yenə köçürdək verilənlərimizi. Çıxış işi verilibdir bizə 2 elektron volt. Fotonun enerjisi 2,45 elektron voltdur.
Kütlə var, bir elektron volt var və sürət də buradan soruşulur. Ümumiyyətlə belə danışmışdıqda, görsək ki, iki enerji və yaxud da həmçinin burada sürət kütlə varsa, bu hissələrin də sayəsində biz kinetik enerjimizi çıxardacaq. Ona görə biz foton enerjisinin tənini yazırıq ki, foton enerjisi bərabər idi, çıxış işi ilə kinetik enerjimizin cəmidir. Buradan da kinetik enerjimizi tapıram. Kinetik enerji bərabərdir foton enerjisindən çıxış işini çıxardacaq. Foton enerjisi 2,45, çıxış işi isə 2 elektron voltdur. 2,45-dən 2-ni çıxanda bu da elədir 0,45 elektron volt. Qoy bunu kənardan yazsam. Bax, biz tapdıq ki, kinetik enerjimizin qiyməti 0,45 elektron voltdan ibarətdir. İndi belə eləyəcək. Gəl, istərsən bu yazını buradan silək ki, yerimiz olsun bizim. Biz dedik ki, kinetik enerjimiz əgər gərginlik veriləcəksə, biz bunu elementar yük vurulsun gərginliyə görə yazacaq. Yox, əgərlərim sürət varsa, o zaman buradan kinetik enerjimizin də yerinə gətirəcəm mv-nin kvadratı bölünsün 2-ni yazıram. Buradakı qiymət də 0,45 elektron voltdur. Bax, indi bizə sürəti tap deyir. Sürəti tapanda 2 0,45-ə vurulacaqdır. Gəl elə bunu belə yerindəcə vuraq. 2-ni vurduq 0,45-i və tapdığım hərfin yanındakı həmişə məxrəcə düşür. Yəni, bu deməkdir ki, kütlə isə məxrəcə düşdü. Belə. İndi buradan da kütləni götürək, yerləşdirək. Biraz bunu bu yana çevirək belə. Kütləmizin də qiyməti nə qədərdir? Verilibdir. 9 vur 10 üstü mənfi 31-dir. Kütlənin də yerinə bunu köçürdək. 9 vur 10 üstü mənfi 31-dir. İndi bir də burada nəyə fikir verək biz? Elektron volt var. Mən indi bax, bu 1 elektron voltun yerinə 1,6 vur 10 üstü mənfi 19 yazacağım. Və bunun yerinə yazacağım buradan 1,6 vur 10 üstü mənfi 19. Gəl, bunu da qoyaq yerinə. 1,6 vur 10 üstü mənfi 19. Bu da belə. Və görürəm ki, sürətin başı kvadratdır. Onda nəyəsə başı kvadratsa, nəyəsə tapılırsa, bunlar girəcəkdir kökün altına və salın. Qalır indi buradan hesablamaq. 2-ni 0,45-ə vuranda bu eləyəcəkdir 9. Sürətdəki 9 ilə məxrəcdəki 9 buradan ixtisar olunacaqdır. Qalır bu şəkildə. 10 üstü mənfi 31 ilə də 10 üstü mənfi 19 da buradan ixtisar edəndə bu da elədim. Bir dəqiqə, buradan bu 0,9 elirdi. Bu bir geri qaytarım. Bu hissədə səhv yazdım mən. 2,45-i 2-nə vurdum 0,45-ə 9 yazdım orada. Onu səhv etdim. Sonra buradan hesabatdan gəlib çıxmayacaq. Qoy bunu geri qaytarım yazdığımı. Bu belə idi də. Demək, biz buradan necə tapmışdıq? Burada 2 idi. Burada 0,45 idi. 2-ni 0,45-ə vurduqda böləcəkdir 0,9. Və oradakı tamlarla bu gəlib eləyəcəkdir 0,1. Bu belə. İndi buradan sadələşdirək. Demək, 10 üstü mənfi 19 ilə 10 üstü mənfi 31 də bunları da ixtisar eləyəndə, bax, elə bir burada bu qiymətimiz qalıb. 0,1 vur 1,6 və bu da eləyəcəkdir 10 üstü mənfi 12 məxrəcdir. 10 üstü mənfi 12 sürətə qalxanda elədir bu 10 üstü müsbət 12 və bu ifadələr də kökün altındadır. Onda buradan da bu belə olacaqdır. 0,16 vur 10 üstü müsbət 12. Burada nəyəsə görək necə. Bu 0,16 4-dən çıxacaqdır. Kökdən çıxır 0,4 elir. 10 üstü müsbət 12 də kökdən çıxır. Elir 10 üstü müsbət 6. Tamı da aparmaq üçün 4 vur 10 üstü müsbət 5 metr saniyə eləyəcəkdir. Bu sualımızın cavabı. Yəqin ki, hesabatda səhv etmədim. Nə ola bilər ki, səhv olsa? Əsas odur, bunun gedişatı düzdür. İndi hesabatı siz özünüzə diqqətlə baxarsınız. Cavabı belə tapdım mən. Yəqin ki, düzdür. 10-cu sualımıza baxıram. Bu sualımızda elektron hansı sürətlə hərəkət etməlidir ki, onun impulsunun dalğa uzunluğu 1 mikrometr olan fotonun impulsuna bərabər olsun. H Planck sabit və bu verilibdir. Demək yazıram ki, dalğa uzunluğu verilibdir 1 mikrometr. Mikro 10 üstü mənfi 6-dır. Bunu hesabatda açacağım. H Planck sabit var, kütlə var və bizə deyir ki, elektron hansı sürətlə, yəni sürət buradan axtarışdadır. Bir də belə bir ifadə verir. Elektronun sürətli impulsu, bax, onun impulsu dalğa uzunluğundakı fotonun impulsuna bərabər olsun. Bu deməkdir ki, yəni biz indi gətirəcək, yazacaq elektronun impulsu fotonun impulsuna bərabər olsun. Elektronun impulsunun yerinə mv yazaram, ayaqlarına da elektron ataram.
Foton impulsunun da yerinə h bölünsün lambdamızı yaza bilərik. Buradan da bizdən sürəti soruşur. Onda elektronun sürətini tapacaq. Elektronun sürəti bərabər olacaq. H bölünür. Elektronun kütləsi məxrəcimizə lambdadır. Verilən fiziki əməklərimizi köçürdək, yazaq. H Planck sabiti 6,3 vur 10 üstü mənfi 34. Kütləsi verilibdir 9 vurulsun 10 üstü mənfi 31. Lambda isə 1 mikrometrdir. Mikro isə 10 üstü mənfi 6 deməkdir. İndi bunları sadələşdirək buradan. 6 onda 2 9-a böləndə bu elədir 0,7. Sonra bu 10 üstü mənfi 34, bu 10 üstü mənfi 31-dir. Sürətdə qalır 10 üstü mənfi 3 şəklində. 10 üstü mənfi 3 ilədir. 10 üstü mənfi 6 ixtisar olunanda məxrəcdə qalır 10 üstü mənfi 3. 10 üstü mənfi 3 də yuxarıya qalxanda bu 10 üstü müsbət 3 eləyəcəkdir. Bu da 0,7-ni 1000-ə vurmaq deməkdir ki, eləyəcəkdir cavab buradan 700 metr saniyədən ibarətdir. Yəni elektronun sürəti 700 metr saniyə. 11-ci suala baxaraq. Bu sualımızda isə fotoeffekti müşahidə qurğusunun sxemində katod üzərində monoxromatik işıq dəstəsinin düşməsinə baxmayaraq təsvir edilmiş milliampermetrin göstərişi sıfırdır. Dövrədə cərəyanın yaranması üçün hansı təklifi irəli sürə bilərdik? Gəlin baxaq. Bu hissə katoddur. Katod bilirik ki, mənfidir. Yazırıq bura katod. Anod isə bilirik ki, müsbətdir. İndi buradan görürük ki, cərəyan mənbəyimizin bu hissəsi müsbət, cərəyan mənbəyimizin bu tərəfi mənfidir. Biz bilirik ki, əgərlərin buradan cərəyanın keçməsini istəyiriksə, o zaman bu cərəyan mənbələrinin yerini dəyişdirməliyik. Yəni uzun xəttimiz burada olmalıdır, qısa xəttimiz buradakı, buradan cərəyan keçə bilsin. Bunların yerləri dəyişikdir. Cərəyan mənbəyi müsbət, mənfi. Müsbət müsbətin yanında olmalıdır, mənfi mənfinin. Bu isə tərs keçiddir. Buradan cərəyan yaranmayacaq, yəni cərəyan keçməyəcəkdir. O zaman buradan da cərəyan keçməyəcəksə, bunu deyəcək ki, foton enerjisi kinetik enerjimizdən gəlib kiçik olacaqdır. Buna belə bir təklif irəli sürə bilərik ki, cərəyan keçməsinə səbəb gərək biz buradakı, bax bu qütblərin yerini dəyişək, müsbətlə mənfinin yerini dəyişək. Bura cərəyan mənbəyimizin bura qısa xəttini çəkək, mənfi olsun, burası isə müsbət ki, dedik cərəyanın yaranmasına səbəb müsbət müsbətin yanında durmalıdır, mənfi isə mənfinin yanında durmalıdır. Bax, bura olmalıdır mənfi, bura olmalıdır müsbət. Uzun xətt müsbətdir. Müsbət müsbətdə, mənfi mənfidə olsa, buradan cərəyan yaranacaqdır. Bu cərəyanın da yaranmasına səbəb o zaman foton enerjisi kinetik enerjimizdən gəlib böyük olmalıdır. Bu da belə. İndi baxıram buradan, yəni foton enerjisi böyük olmaq üçün də fotonun da enerjisi bərabər h newdur. Enerjimizlə böyük olmaq üçün bunun newsu da gərək böyük olsun işığın tezliyini artırmaq üçün. Belə yaza bilərəm və yaxud da dedik ki, new'nun yerinə s bölünsün lambda yazsaq, onda olar bu da belə. H new'nun yerinə s bölü lambda yazsaq, foton enerjisinin böyük olmaq üçün bunun lambdası kiçik olacaq. Bu isə deyir, lambdanı artırmaq bu uyğun gəlməyəcəkdir. Başqa hansı variant? Tezliklə, yox, tezlik dəyişməz bunun artıq o hissəsinə baxmırıq. Biz demişdik ki, işığın intensivliyi doyma cərəyan şiddəti, işığın intensivliyi eyni fotonların sayı. Bunlar bir-birlərindən asılıdır. Yəni foton enerjisini artırmaq üçün bu fiziki əməklərimiz ancaq bir-birinə dəyişdiyinə görə bunları götürə bilməyəcək. Burada uyğun gələn cavabımız yalnız 1 olacaqdır. Baxaq 12-ci sualımıza. 12-ci sualımızda çıxış işləri cədvəldə verilən materiallardan hazırlanmış katodların növbə ilə dalğı uzunluqlarının işıqla şüalandırılır. Hansı halda fotoeffekt müşahidə olunacaqdır? Fotoeffektin müşahidə olunması üçün ya foton enerjisi çıxış işindən böyük olmalıdır, ya da ki, foton enerjisi çıxış işinə bərabər olmalıdır. Biz isə görürük ki, bax bu hissələrdə bizə çıxış işləri verilibdir. Elə etməliyik ki, foton enerjisi bunların hamısından böyük olsun. Mən də bura bir öz cədvəlimi ayırıram. Buyuram, bunda belə. Foton enerjilərinin indi qiymətlərini bura yerləşdirəcəm. Hansı tərəfdə foton enerjisi böyükdürsə, o hissədə fotoeffekt hadisəsi baş verəcəkdir. İndi görək foton enerjisi nə cür taparıq. Verilən fiziki əməklərimiz bizim burada lambdadır, h-dır, s-dir və bir də baxıram ki, çıxış işini bizə elektron voltla verib. Demək, mən foton enerjisini elektron volta çevirəcəm. Bu verilən fiziki əməklərə görə foton enerjisinin yerinə h neu, neunun da yerinə dedik ki, lambda varsa s bölünsün lambda şəklində yazacağım. İndi hesablayaq. H Planck sabiti 6,4 vurulsun 10 üstü mənfi 34. S verilibdir bizə 3 vur 10 üstü müsbət 8. Lambda isə 6 vur 10 üstü mənfi 7-dən ibarətdir. Buradan indi biz sadələşdirsək,
bu hissəsini demək 10 üstü mənfi 34 ilə mənfi 7 ixtisar olunanda sürətdə qaldı 10 üstü mənfi 27. Bunu belə yazdıq. Və 6 elə istəyirsən gəl bunu hələ ki biz belə saxlayaq. Niyə görə? Belə bu dursun belə. Bir dənə 6 ilə 3-ü ixtisar eləsək məxrəcimizdə 2 qalacaqdır. Buradan qaldı 2. 6 14-ü də 2-yə böləndə bu da elədi 3,2. Hə, bu qalsın, bu da bu cür şəkildə. Yaxşı, elə hesablayaq da. Mənfi 27 ilə də müsbət 8-imizi buradan bir-birinə vursaq, bu da eləyəcəkdir mənfi 19 yazaq. 10 üstü mənfi 19. Aha, bunu tapdı ki, bu coldur. Bizə buradan amma nə verilib? Elektron volt verilib. Onda mən bu colu elektron volta çevirəcəm. İndi gəlin, bax, bu hissəyə diqqətlə baxaq. Biz buradan bunu bir elektron voltu nə cür çeviririk? Bax, buradakı bir elektron volt bizə deyir ki, nəyə bərabərdir? 6,6, 1,6 vur 10 üstü mənfi 19 coldur. Buradan biz bir columuzu çıxarsaq, bax, sadəcə bir colu çıxarsaq buradan. Bir colu çıxarsaq, onda 1 elektron volt 1,6-ya vurulmuş olacaqdır. Yəni, bax, başqa sözlə bu belə olacaq. Yalnız bunu çıxarsam buradan bir cola görə bunun yerinə qiymət qoysaq, col bərabərdir 1 elektron volt bölünəcəkdir 1,6 vur 10 üstü mənfi 19 və mən indi gətirəcəm colun yerinə, bax, bu ifadəmizi yerləşdirəcəm. Bunu gətirib, bunun colun yerinə, bax, bunu yerləşdirəcəm. Daha colu buradan silirəm. Bunun yerinə bu qiyməti qoyduq bura. İndi buradan sonrasını artıq hesablayacağıq biz və bu olacaq nə cür? 3,2 ilə 1,6-mız bizim ixtisar olunanda foton enerjisi bərabər olur 2. Burada isə elektron voltumuz var. Bizim bu hissədə 10 üstü mənfi 19, 10 üstü mənfi 19-lar ixtisar olundu və salam. Foton enerjisi 2 elektron voltdan ibarətdir. İndi foton enerjisinin hər birinin qiymətindən burada vahidini yazaq, elektron voltdan hər birinin yerinə 2 yazsaq. Baxaq görə, harada enerji böyükdürsə, orada fotofikasiyası baş verəcəkdir. Demək, 2 böyükdür 1,19-da seziumda baş verdi. Amma digərində çıxış işləri böyük oldu. Onda bu hissələrdə fotofikasiyası baş vermir. Demək, ancaq biz seziumu götürəcək ki, seziumda buradan seziuma görə, bu maddəyə görə fotofikasiyası baş verir. Baxaq növbəti sualımıza. Katodun üzərinə işıq düşdükdə qopan fotoelektronları saxlayan gərginlik modulu 1 voltdur. Katodun hazırlandığı materialdan elektronların çıxış işi 2 elektron volt olduğunu bilərək, onun üzərinə düşən işığın dalğa uzunluğunu tapacaq. H Planck sabit işığın vakuumdakı sürət və 1 elektron volt verilibdir. İndi biz verilən fiziki əməkləri yazaq. Saxlayıcı gərginlik bizə 1 volt verilibdir. Çıxış işi 2 elektron voltdan ibarətdir. H Planck sabiti S var və bizdən nə deyir? Düşən işığın dalğa uzunluğu, yəni lambdanı soruşur. Öncə baxaq ki, hansı hissədən yanaşa bilərik. Bax, birinci bu sözə fikir ver. Əgərlərin bax, burada sadəcə dalğa uzunluğu varsa, bu heç lambda yazacaq. Amma desəydik ki, qırmızı sərhəddin dalğa uzunluğu, o zaman lambda yox, lambda maksimum şəklində yazılacaqdır. Və yaxud da desəydik ki, qırmızı sərhəddin tezliyi, o zaman bunu biz niyə minimum şəklində yazacağıq. Niyə görə biri minimum, biri maksimumdur? Ona görə ki, ninu tapanda S bölünsün lambda maksimumdur. Axı biri sürətdə, biri məxrəcdə yerləşir, yəni tərs asılıdır. Qısacası, qırmızı sözünü görmədinsə, verilən fiziki əməklərin indeksinə heç nə yazmayacaq. Bu belə. Digər yandan gəl bu hissəyə baxaq. H, S, lambda. Bax, bu fiziki əməklər bizə foton enerjisini verəcəkdir. Bax, bunlar ona görə biz nə edəcək? Deməli, gəl birinci baxaq, çıxış işimiz var, kinetik enerjimizi tapaq Einstein təliminə görə, indi görək nə edəcək? Gərginlik var deyəm, biz kinetik enerjinin yerinə elementar yük vurulsun saxlayıcı gərginlik yazaraq. Elementar yük durar yerində, gərginlik yerdən 1 volt yazanda, onda kinetik enerjimiz eləyəcəkdir 1 elektron volt. Deməli, buradan da çıxış işimiz də bizim 2 elektron volt olduğuna görə, bax, bu 2 enerjinin sayəsində biz foton enerjisini çıxardacağıq. İndi bax, bunların sayəsində foton enerjisini tapacaq. Digər yandan da Einstein tənliyini bilirik ki, belədir də foton enerjisi bərabərdir. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Demək, buradan çıxış işinin yerinə 2 elektron volt, kinetikin də yerinə 1 elektron volt yazanda, bu da eləyəcəkdir 3 elektron voltdan ibarətdir. Bunu da yazın bir kənardan ki, fotonun enerjisi 3 elektron voltdur. Gəlin, biraz bunu bu tərəfə yuxarıya çəkək ki, bizə yer lazım olacaq. Sonra foton enerjisinin yerinə dedik ki, H nu qiymət də 3 elektron voltdur deyə bunu yazdıq.
Amma digər yandan burada lambda var deyə nünü belə yazmıram. Nünün yerinə artıq C bölünsün lambda şəklində yazacağıq. Və bizə də dedi ki, lambdanı tap, yəni dalğı uzunluğunu. Lambdanı tapanda 3 elektron volt ilə lambda yerlərini dəyişir. Bu ifadə olur bu şəkildə. HC bölünsün 3 elektron volt. İndi verilən fiziki kəmətlərimizi gətirək, yerləşdirək buradan. Demək, H Planck sabitimiz 6,4 vurulsun 10 üstü mənfi 34'tür. Bunu yazıram. Sonra S işığın vakuumdakı sürəti 3 vur 10 üstü müsbət 8. Məxrəcimdə 3. İndi elektron volta baxıram. Bax, bu 3 elektron voltdur. Bizdə isə, burada isə 1 elektron voltdur. Yəni ki, 3'ü vuracağım. 1 elektron voltumuz da bizim nə qədərdir? 1,6 vur 10 üstü mənfi 19'dur. Bunu da yerinə qoyuram. 1,6 vur 10 üstü mənfi 19. İndi hesablayaq bunlara. Demək, buradan biz 6,4'ü 1,6'ya böləndə bu düşəcəkdir 4. Buraya yazsaq 4'ü. Gəl istəyirsən bu yazdıqlarımı buradan da silim. Hər dəfə həll elədikcə biraz sadələşdirək. Bunların bu hissəsini 3'lər də ixtisar olunur. Yerdə heç nə qalmayacaqdır. Bunları da buradan sildik. Daha sonra indi bu onluqları hesablayaq. 10 üstü mənfi 34'ü 10 üstü müsbət 8'e vurduqda bu da eləcəkdir. 10 üstü mənfi 26 ilə buradan yazaq ki, 10 üstü mənfi 26. Məxrəcimizdə isə 10 üstü mənfi 19 var. İndi bunları ixtisar eləyək. 10 üstü mənfi 26 ilə də 10 üstü mənfi 29'u ixtisar eləyəndə bu da elədi 10 üstü mənfi 7. Bax, buradan 4 vur 10 üstü mənfi 7. Deməli, biz lambdamızı, yəni dalğı uzunluğumuzu tapdıq ki, 4 vur 10 üstü mənfi 7'dir. Qoy bunu kənardan yazım. Bu 10 üstü mənfi 7 metrdən ibarətdir. Əgərlərəm bunu mikrometrə çevirsək, onda belə eləyəcəm. Bax, buradakı 10 üstü mənfi 7'dən bir 0 tamı verəcəm 4'ə. Yəni 4'ü vuracam 0,4 eləcək. Bu 0,4 olur 10 üstü mənfi 6 və 10 üstü mənfi 6 1 mikro deməkdir. O zaman bunu belə yazacağım. 0,4 mikrometrdən ibarət olacaqdır dalğı uzunluğumuzun cavabı. Belə də yazmaq olar və yaxud da cavabı 0,4 vur 10 üstü mənfi 6 ya da 4 vur 10 üstü mənfi 7 və yaxud da 0,4 mikrometr şəklində yaza bilərik. Baxaq sonra 14-cü sualımıza, onda bu yanları buradan silək. Bu sualımızda isə çıxış işi 2 elektron volt olan katodun üzərindən enerjisi 4 elektron volt foton düşür. Katoddan qopan fotoelektronların maksimal sürətini tapıram. Kütlə və 1 elektron volt verilibdir. İndi gəl kənardan yazaq bu verilənlərimizi. Çıxış işi bərabərdir 2,2 elektron voltdur. Sonra fotonun enerjisi, bax, buradan enerjinin adı nədir? Fotondur. Deməli, fotonun da enerjisi bərabərdir 4 elektron voltdur. Kütlə var və 1 elektron volt var. Bizə sürəti soruşur. Deməli, gəl belə eləyəcək. Əgər sürəti soruşursa, kinetik enerjini sənə lazımdır tapmaq. Çünki kinetik mv kvadratı bölünsün 2'dir. Gəl, bax, bunu yazıram kənardan. Bizə lazımdır kinetik enerjimizi çıxartmaq. Deməli, onda biz nə edəcəyik? Bax, bu iki enerjinin sayəsində biz buradan kinetik enerjimizi çıxartarıq və fotonun enerjisi, Einstein təliminə görə fotonun enerjisi bərabərdir. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Buradan kinetik enerjimizi tapıram. Kinetik enerjimiz bərabər olacaqdır. Foton enerjisindən çıxış işini çıxacaq. Foton enerjisi 4 elektron volt, çıxış işi 2,2 elektron voltdur. Bu da elədim 1,8 elektron volt. Deməli, kinetik enerjimizi tapdıq. İndi sürəti bizə tap deyir. Sürəti mən tapacağımsa, sürət bərabər olacaqdır 2 kinetik enerji bölünəcək kütləyə. Sürətin başı kvadratdır deyə girəcək bunlar kökün altına. İndi verilənləri götürək, yerləşdirək. Kinetik enerjimizi 1,8 elektron volt tapmışam. Bunu yazıram 1,8 elektron volt. Kütləmiz isə 9 vur 10 üstü mənfi 31'dir. 9 vur 10 üstü mənfi 31. Bax, biz nə görürük? Elektron volt. Elektron voltun yerinə mən nə yazacağım? Deyə yazacağım buradan elektron voltumuzun yerinə, 1 elektron voltun yerinə 1,6 vur 10 üstü mənfi 9. Yəni, bax, bu elektron voltu silirəm, bunun yerinə 1,6 vur 10 üstü mənfi 19 qiymətimizi yazacağıq. Bu belə. İndi buradan başlayaq sadələşdirməyə görə kökdən nə çıxmış ola bilər? Demək, bu 1,8 ilə 9'u ixtisar eləyəndə elədi 0,2. Yazaq bunu 0,2. Sonra
10 üstü mənfi 31 ilə mənfi 19-u da ixtisar eləsə buradan, bu da eləyəcəkdir məxrəcimizdə 10 üstü mənfi 12. Buradan da bunu siləm. Məxrəcdə yazım ki, 10 üstü mənfi 12. İndi gəl belə eləyək. Deməli, 2-nin 0-ondakı bir də 1/6-lıq var. Gəl bunu vurmaq üçün biz neyniyək bunu? Bu 0,1, bu 1,0,1'dir. Bunları bir-birinə vuranda bu 10 üstü mənfi 2 eləyəcək. Tamlar amma gedəcəkdir. 10 üstü mənfi 2 eləyir. 10 üstü mənfi 2 ilə də buradakı 10 üstü 12-likdən gedəndə ixtisar olanda qalacaq 10 üstü mənfi 10. Sonra bu 10 üstü mənfi 10 sürətə qalxanda 10 üstü müsbət 10'luq eləyəcəkdir. Onda buranı silirəm da məxrəcdə heç nə qalmır və salam. 2 vur 2 4'tür. Kökdən bu 2 çıxacaqdır. 16 da kökdən 4 çıxır. 10 üstü müsbət 10 da kökdən 10 üstü müsbət 5 şəklində çıxır. Və bu da olur 8 vur 10 üstü müsbət 5 metr bölünsün saniyədən ibarət olacaqdır. Bizim bu sualımızın cavabı. Baxıram indi 15-ci sualımıza. Çıxış işi 2 onda yox, çıxış işi 2 elektron volt olan katod üzərinə salınan fotonun enerjisi 0-dan 8 elektron voltə qədər artırılır. Fotoelektronların kinetik enerjisinin udulan foton enerjisinin asılıq qrafikini koordinat oxlar üzərində kəməklərinin müvafiq qiymətlərini yazmaqla çəkin. İndi gəl biz buradan belə bir qrafikimizi çəkək. Bu hissə bizə verildi kinetik enerji. Digər tərəf isə fotonun enerjisidir. Üfüqi xəttimiz buradan da bunu belə çəkək və verilən fiziki əməklərimizi adlandıraq. Bax, kinetik enerjimizdən fotonun enerjisinin asılı qrafikini çəkək. Bu kinetik enerji, bu da foton enerjisidir. Bax, indi düsturumuza baxanda kinetik enerjimiz bərabərdir. Foton enerjisi A çıxış işinin fərqinə bərabərdir. Kinetik enerji fotonun enerjisinin düz asılıdır. Bu öz yerində. Baxıram ki, buradan bizə çıxış işini veribdir və bir də deyir ki, fotonun enerjisi 0-dan 8 elektron voltə qədər gəlib. Bax, bu hissəmiz bizim 0-dır. Sonda isə foton enerjisi 8 elektron volt çox olubdur. Bu qrafikimizi bax bu cür şəkildə çəkəcəyik. Bunu bu cür şəkildə. Buradakı foton enerjisi 0-dır. Sonra sonda isə gəlibdir, bu olubdur. Bax, bu hissə bizim qırmızı sərhəd tezliyimizdir. Bura niyə minimum yazacağıq? Amma digər yandan da gəlib, bir dəqiqə bunu belə yazaq. Digər yandan da bu hissədə isə bunun foton özün enerjisinin qiyməti, son qiyməti 8 olur və bununla vahidi elektron volt şəklində yazacağım. Həm kinetiki, həm də foton enerjisini. Aha, bax bu hissəmiz isə bizim çıxış işimizin qiymətidir. Onu da 2 elektron volt şəklində verib. Qrafikimiz indi hazırdır. İndi buradan kinetik enerjini tapmağa nə var ki? Dedik kinetik enerji foton enerjisindən çıxış işinin fərqindən ibarətdir. Foton enerjisinin 8, çıxış işimiz 2-dir. Deməli, kinetik enerjimizin qiyməti elə də 6 elektron voltdan ibarət və salam. Bizim qrafikimiz bu cür şəkildə müəyyən olunur. İndi baxaq buradan 16-cı sualımıza. Bunu buradan silirəm. 16-cı sualımızda isə metalı foton enerjisi 4 elektron və 2 elektron volt olan monoxromatik işıqla şüalandırdıqda qopan fotoelektronların maksimal sürəti 3 dəfə fərqlənir. Elektronun metaldan çıxış işi nəyə bərabərdir? Bizdən çıxış işimizi soruşur. Bizə baxırıq ki, burada 2 dənə foton enerjisi veribdir. 4 elektron volt və 2 elektron volt verir. Sonra deyir ki, sürət burada 3 dəfə fərqlənir. Bu sürətin 3 dəfə fərqlənməyi bir dəfə V deməkdir. Bir dəfə isə 3V deməkdir ki, yəni öncə deyək ki, öz qiyməti, sonra həmin o V-dən, 1V-dən 3 dəfə fərqlənir, yəni daha çox olur da. İndi götürürəm Einstein tənlimi yazıram. Einstein tənlimimiz bizim belədir. Foton enerjisi bərabər idi. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Bax, biz görürük ki, bizə 2 dənə foton enerjisini yazıbdır. İndi həmin tənliklərə görə götürəcəm buradan foton enerjisinə bir dəfə 4 elektron volt, bir dəfə də 2 elektron volt yazacağım. Gəl yazaq. Bunun yerinə bir dəfə 4 elektron volt bərabərdir. A çıxış üzərinə gəlinsin Y kinetik. Bir dəfə də bunun yerinə 2 elektron volt bərabərdir. A çıxış üzərinə gəlsin Y kinetik enerjimizi yazıq. Belə bizim bir sistem tənlimimiz alınır. Amma mən baxıram ki, bu hissələrdə bizim kinetik enerjimizdir. İndi mən kinetik enerjimizi sürətlə əlaqələndirəcəm. Görün bunu necə olacaqdır. Kinetik enerjimizin düsturu mv'nin kvadratı bölünsün 2-dən ibarətdir.
Ne görürük biz burada? Görürük ki sürətin kinetik enerji düz asılıdır, amma kvadratik şəkildə. Bu deməkdir ki, sən bax bir dəfə belə eləyəsən. Bir dəfə buradan mv kvadrat bölünsün 2 yazanda bunu bir dəfə y kinetiklə əvəz edəcəksən. Digər yandan da y kinetik bərabərdir mv kvadratı bölünsün 2-dir. Bir dəfə də bu sürəti 3v yazacaqsan yerinə buradan. 3v sürət də kvadrat olduğuna görə bu da olacaqdır 9mv kvadratı bölünsün 2 şəklində. Bax, belə olur. O zaman buradan da biz mv kvadratı bölünsün 2-ni y kinetiklə əvəz etmişiksə, o zaman buradakı kinetik enerjimiz 9y kinetik şəklində olacaqdır. Belə. Deməli, indi gəl belə eləyək. Artıq mən bunu sürətləri kinetik enerjimizlə əlaqələndirdim. Yəni elə bil ki, mənim kinetik enerjimin 2 qiyməti oldu. İndi gəl belə yazıram buradan qiymətləri. Bax, bir dəfə y kinetik olur, bir dəfə də 9y kinetik şəklindədir. İndi aşağı hissəni silirəm. Gəl indi məntiqlə düşünək. Sizcə, baxırıq buradan da foton enerjisi, kinetik enerjisi görürəm necə asılıdır? Düz asılıdır da. Yəni foton enerjisi nə qədər çoxdursa, kinetik enerjimiz də o qədər çoxdur. İndi mən buradan verilənlərə əsasən baxıram ki, bizim fotonun enerjisi 4 elektron voltda daha çoxdur. O zaman kinetik enerjinin harda çoxdursa, o qiymət onun yerinə yazılacaq. Yəni bura artıq mən 9y kinetik şəklində yazacağam və burada isə görürəm ki, 2 elektron voltdur. Orada azdır. O zaman az olan kinetik enerjinin isə foton enerjisi az olan yerə sadəcə bir y kinetik şəklində yazıldı və salam. Bu indi hazır olduğuna görə bizə deyir ki, sən kinetik enerjini yox, çıxış işimizi tapacaq. Hə, deməli, mənə lazımdır ki, bu sistem tənlikdə kinetik enerjimizi aradan çıxaraq. Çünki buradakı qiymətlər var axı, elektron volt şəklində verilibdir. Kinetik enerjini aradan çıxartmaq lazımdır. O zaman nə edərəm? Mən eləyim ki, bu 9y kinetik, bunu da 9y kinetik eləyim ki, bu aradan çıxsın. Bu yuxarı hissəni köçürdürəm belə. 4 elektron volt bərabərdir A çıxış, üzərinə gəlinsin 9y kinetik. Məxrəcimizdə isə, demək indi bunu nə cür eləyək? Biraz bunu yuxarıya çəkim bu yazını. Aha, deməli, bax, bu 9-u bir dəfə 2 elektron volta vuranda, bu eləyəcəkdir 18 elektron volt bərabərdir. Sonra isə bu 9-u A çıxış işinə vuracam. Olur 9 A çıxış üzərinə gəlinsin. Bir dəfə də bu 9-u Y kinetikə vuracam. Bu da elədir 9 Y kinetik. Belə, indi başlayıram böyükdən kiçiyin çıxmağa. 18-dən 4 elektron volti çıxanda, bu ilədir 14 elektron volt bərabərdir. 9A çıxışdan 1A çıxışına çıxanda 8A çıxış və salam 9A yeknikdən 9 yeknik çıxanda heç nə qalmır, 0 olur. Onda buradan da A çıxış işini tapanda 14 elektron volt 8-ə bölündü. 14-ü 2-yə böldük 7, 8-i 2-yə böldük 4 elektron volt. İndi 7-ni də buradan bizdə 4-ə böləndə bu 1 tam demək 75 elektron volt elədi sualımızın cavabı. İndi isə 17-ci sualımıza baxaq. Gəlin bu hissələrimizi silək, sonra növbəti sualımıza baxaq. Vakuum fotoelementinin voltamper xarakteristikası verilir. Voltamper görəndə volt nədir? U-dur, amper i-dir. Yəni UI qrafiki bizə buradan verilibdir. Və buradan bil ki, düşən işığın tezliyini və intensivini dəyişmədən. Gəl hissə isə yazaq. Nə deyir? Tezliyin dəyişsin, nə də intensivliyin. Tezliyin dəyişmirsə, bu n-nin konstant olmağı deməkdir. İntensivlik dəyişmirsə, bu da i-nin konstant olmağı deməkdir. Deməli, metalın katodunda çıxış işinin daha kiçik olan, yəni ki, çıxış işini deyir ki, daha kiçik olsun, çıxış işinin, yəni qiyməti aşağı salınanda, digər metal katodu əvəz eləyəndə cərəyan şiddətinin I0 qiyməti və gərginin U0 qiymətinin modulca nə cür dəyişmiş olacaqdır? Bax, yadda saxla ki, işığın intensivliyidir, doyma cərəyan şiddətidir, bir də fotonların sayı n. Bu üç fiziki kəmət yalnız bir-birlərindən asılıdır. Ona görə bu üç fiziki kəmətin biri sabitdirsə, digərləri də sabit olacaq, dəyişməyəcəkdir. İndi bizə burada cərəyan şiddətini deyir. Yəni, cərəyan şiddətimiz dəyişməyəcək. Bax,
Cərəyan şiddəti budur. Yaşıl rəngi saldım. Bu deməli dəyişməyəcəkdir. İndi baxıram gərginliyinə necə əlaqələndirə bilərəm. Gərginliyi də bizdən soruşursa, sən birbaşa kinetik enerjiyə fokuslan. Çünki kinetik enerjimiz bizim bərabərdir. Elementar yük vurgu saxlayıcı gərginlikdir. Onda belə olduğu halda demişdik ki, əgər iki enerji tərəfdən varsa, o zaman başlayıram Einstein tənlimimizi yazmağa. Einstein tənlimi isə belə idi. Foton enerjisi bərabər idi. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. İndi ya çıxış işini ya da kinetik enerjini tap. Ürəyin hansını istəyirsən. Deyək ki, biz buradan çıxış işini tapırıq. Çıxış işi bərabərdir. Fotonun enerjisindən kinetik enerjimizə çıxmış olacaq. Və gərginlik vardı ya, buradan kinetik enerjimizin yerinə EO yazacağım. Onda bu olur belə. Çıxış işim bərabərdir. Fotonun enerjisi kinetikin də yerinə EO yazdıq. Belə. İndi nə görəm? Çıxış işimiz gərginliklə bizim burada düz asılı olmağına baxmayaraq, önündəki mənfi onun xətti azalan şəkildə asılan olmağa aparır. İndi bizə dedi ki, çıxış işin buradan sənin azalsın, daha kiçik olsun. O zaman gərginliyimiz bizim daha çox olacaqdır. Yəni, gərginlik burada artmış olacaqdır. Gərginlik artırsa, bunun qiyməti yəni bax, sıfırdan daha uzaq gəlib bir yerlərdə qiyməti çıxmış olacaqdır. Yəni, cavabımız belə olacaqdır. Deməli, New dəyişmir, özü şərtdə vermişdi. Sonra cərəyan şiddətimiz də I0 dəyişmir. Bu yalnız konstant olur. Bunlar yalnız nədən dedik ki, asılı olacaqdır. Qoy bir də yazım. Doyma cərəyan şiddəti işığın intensiv və fotonların sayı bu üç fiziki əməd ancaq bir-birindən asılıdır. Başqa digər fiziki əməd artsın, azalsın, dəyişməsin, vecləri nə deyil bu üç hərfin? Ancaq üçü bir-birindən asılıdır. Bunu da qısa şəkildə belə demişdim də. Qoy təzədən yazım. I, D, I, N. Din demişdim bunlara belə də saxlayın. Din ancaq bir-birindən asılıdır. Başqa digər heç bir fiziki əməkdən asılı olmayacaqdır. Yəni, buradakı D yazılanda doyma cərəyan şiddəti asılı olmur. Vəssalam. Bunun da əlaqəsini bu cür şəkildə çıxartdıq. İndi baxaq 18-ci sualımıza. Bu sualımızda sink lövhəni müxtəlif tezlikli və intensivlikli şüalarla işıqlandırdıqda fotofik müşahidə olunur. Diaqramdakı nöqtələrə uyğun olaraq fotoelektronların maksimal kinetik enerjiləri arasında hansı münasibət doğrudur? Yəni, birinci, ikinci, üçüncü nöqtələrə görə mən kinetik enerjimizlə əlaqələndirəcəm. Birinci qrafikə gəl baxaq. Bu cərəyan şiddətidir. Buradakı olan cərəyan şiddətimiz bizim, yəni İ'miz. Ancaq bax, burada nə görürsən? 2 ilə 3-də bu ikisi sabitdirlər, yəni dəyişmirlər. Bu heç. Sən ümumiyyətlə cərəyan şiddət tərəf maraqlı olmasın. Çünki bunu dedi ki, din sözündən yadda saxlayacaqsınız ki, bu fiziki əməklər ancaq bir-birlərindən asılıdır. Yəni, doyma cərəyan şiddət, işığın intensiv, eyni fotonun sayı. Yəni, bunlar ancaq bir fiziki əməkdən, bunlar bir-birinə asılıdır. Bizə kinetik enerjimizin müqayisəsi desə, mən misal üçün lambdanı müqayisə edə bilərəm, gərginliklə, sürətlə, impuls, lambda, nu, bax bunlarla çıxış işlə müqayisə edə bilərəm. Ona görə cərəyan şiddət tərəf mənə maraqlı deyil. İndi gəl yaxşı baxaq ki, kinetik enerjimiz lambda ilə necə asılıdır, onu tapmaq lazımdır bizə. Onda belə olduğu halda mütləq Einstein kişinin tənlini başlayıram yazmağa. Nə cürdür Einstein kişinin tənliyi? Foton enerjisi bərabər idi kinetik enerjimiz ilə çıxış işimizin cəmindən ibarətdir. Kinetik enerjimizin müqayisəsini deyirsə, onda bunu çıxardıram. Kinetik enerji bərabərdir. Foton enerjisindən çıxış işimizi çıxardacaq və lambda varsa fotonun enerjisinin yerinə yazıram buradan H-nu. Çıxış işin də yerinə həmin düsturun eynisini yazarsan, sadəcə H-ni minimum yazırsan. Lambda olduğuna görə də nu-nu belə saxlamıram və yaxud da nu minimumu. Bunların yerlərinə S bölünsün lambda yazacağım. Nu minimum da yerinə S bölünsün lambda maksimum yazacağım. Lambda maksimum şəkildə yazıram və nə görəm? Kinetik enerjim lambda ilə tərs asılıdır. Bu deməkdir ki, mən lambdanın müqayisəsini çıxaracağım. Nə cür şəkildə çıxarsam, bu çıxartdığım müqayisənin tərsməyallığını, yəni tərsinəsini kinetik enerjimizə gətirib çıxartacağım. Və salam. İndi gəl baxıram. Deməli, bu bizim lambdamızın xəttidir. İndi mən buradan 3 nöqtəsini gətirdim. Gəl birinci 3-dən öncə birinci 1-dən 2-yə baxırıq. Bax, 1-lə 2-ni gətirdim, qoydum bura. Həm bir nöqtəsi, həm 2 nöqtəsi üst-üstə düşdü. Bu o deməkdir ki, sənin birinci və ikinci dalğa uzunluqların bir-birlərinə bərabərdir. Bunu belə yazırım. Lambda dəyişmirsə, kinetik enerjimiz də dəyişmir. Yəni, birinci kinetik enerji ilə də ikinci kinetik enerji bir-birlərinə bərabər oldu.
İndi isə üçüncü nöqtəyə baxıram. Üçüncü nöqtəmi isə gətirəm lambdanın üzərinə qoydum belə. Bu da elədi bizim üçüncü nöqtə. İndi siz istənilən bir fizik əməliyyatın böyük olmağını istəyirsinizsə, o həmişə sıfırdan daha uzaqda yerləşəndir. Sıfırdan daha uzaqda yerləşən lambda 3-dür. Deməli, lambda 3 daha böyükdür. 1 ilə də 2 bir-birinə bərabərdir. İndicə necə dedim? Kinetik enerji lambda ilə tərs asılı olduğuna görə mən buradan indi yazıram üçüncü kinetik enerji, amma bu tərs asılı olduğuna görə bunun tam əksini götürəcəm. Yəni üçüncü kinetik enerjimiz bizim daha kiçik olacaqdır. 1 2-yə bərabər, onlar da böyükdür 3-dən olacaqdır. Bu da bizim kinetik enerjimizin müqayisəsi olur. Amma burada deyək ki, nu olsaydı, yəni deyək ki, nu verib də, nu olsaydı foton enerjisinin yerinə artıq biz H növ yazacaqdıq. Çıxış işində yerinə H növ minimum. Heç çıxış işini yazmaya da bilərik. Belə. Buradan da görərdik ki, kinetik enerjimiz növ ilə düz asılıdır. Düz asılıq odur ki, yenə 1 ilə 2 nöqtəsində növ 1, növ 2 bir-birinə bərabər olur. Üçüncü nöqtəmizdə də yenə növ, bax bu üçüncü nöqtəmiz sıfırdan uzaqdır deyə növ 3 böyükdür və kinetik enerjimiz növ ilə düz asılı olduğuna görə bu müqayisə eyni ilə həmin şəkildə olur. Yəni düz asılıq odur ki, müqayisən həmişə eyni şəkildə olur. Artırsa artır, azalırsa azalır. Tərs aslıq odur ki, müqayisələr belə tərsinə olur. Bu cür şəkildə tapa bilərik. Baxaq yaxşı. İndi cavabın üzərinə nə oldu? Bu oldu. İndi baxaq biz növbəti sualımıza. Sezium A çıxış işi 1,9 elektron volt şüalandırdıqda qopan fotoelektronların maksimal kinetik enerjisi 2 elektron volt olmuşdur. Həmin şüalanma kalsium A çıxış işi 2,7 elektron volt üzərinə düşəndə qopan fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabər olacaqdır? Koordinat oxları üzərindəki kəməklərin qiymətini nəzərə almaqla hər iki maddə üzərinə düşən foton enerjisinin sabit qiymətində fotoelektronların maksimal kinetik enerjisini metaldan çıxış işinin asılı qrafikini tapacaq. Baxın, gəlin görək bu bizə nə deyir? Bu nöqtəmə qədər verilən hissələr bizim birinci tərəflərimizdir. Bax, buradan qeyd edirəm. Bunlar bizim birinci tərəflərimizdir. Hansı maddəyə görə? Seziuma görə. Gəl yazaq ki, seziuma görə bizim çıxış işimizin kinetik enerjimizi nədir? Yazıram, bax, bu seziuma görə. Sezium. Aha, buna görə verilibdir bizim çıxış işimiz 1,9 elektron volt və kinetik enerjimizdə 2,9 elektron volt. Bunu yazdıq. Kinetikdə 2,9 elektron voltdur. Sonra isə bizə yeni birdən maddə verir. Yeni maddənin adı kalsiumdur. Bax, buna bax. Kalsiuma görə sənin çıxış işin 2,7-dir. Yazıram ki, kalsium üçün isə çıxış işimiz bərabərdir 2,7 elektron volt və deyir ki, kalsiuma görə sənin bəs kinetik enerji nəyə bərabər olacaqdır? Mən buradan kinetik enerji nədirsə tapacağam. Sonra gətirəcəm bu sarı xəttə bir dənə uyğun qiymət olaraq yerdə yerləşdirəcəm. Belə. İndi bir də burada diqqətli olaq, görək nə şərt bizə verdi. Bax, dedi ki, koordinat oxları üzərində kəməklərin qiymətini nəzərə almaqla hər iki maddə hansı maddədir? Sezium və kalsium. Bu maddələrə görə foton enerjisini sabit saxla. Bu deməkdir ki, öncə verilən seziuma görə, bax, bu seziumun bu sayəsində, bunların sayəsində biz foton enerjisini tapacağıq. Bax, buradan çıxış işi ilə kinetik enerjinin sayəsində foton enerjisini tapacağım. Foton enerjisi nə eləyəcəksə, dedi sabit saxla. Bu sabit saxla odur ki, təzə çıxış işindən foton enerjisinin sayəsində kinetik enerjisini çıxardacaq. İndi gəl başlayaq yazmağa. Deməli, öncə biz seziuma görə buradan foton enerjisini birinci tapaq. Ona görə biz Einstein tənliyi yazacaq. Görürəm ki, 2 dənə enerji varsa, deməli Einstein tənliyini yaza bilərik biz. O zaman Einstein tənlimiz belədir. Foton enerjisi bərabərdir. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Çıxış işinin qiyməti 1,9, kinetik enerjimizin qiyməti 2,9. Bu cəm də bizə verəcəkdir 4,8 elektron volt. Bax, indi biz tapdıq ki, buradan foton enerjisi 4,8 elektron voltdur. Artıq bizə buradan verilən yeni şərt var, kalsiuma görə. Demək, biz həmin bu qiyməti dedik, foton enerjisini sabit saxla. Yəni ki, mən foton enerjisini buradakı vəziyyətinə görə gətirib buradan yerləşdirəcəm. Biraz bu hissədən yer açaq biz.
Aha, təzə enerjimiz, yəni sabit olan bir enerjimiz təzə verilən maddəmizdə kalsiumda yenə də dəyişməz olaraq qalır. Qiymət də olur 4,8 elektron volt. Aha, indi bu ikisinin sayəsində biz kinetik enerjisini çıxardacağıq. Həmin ilə bu tənliyimizi təzədən bir də bu hesabat hissəsini silin. Buradan kinetik enerjimizi tapaq. Bizim kinetik enerjimiz bərabərdir. Foton enerjisindən çıxış işimizi çıxacağıq. Foton enerjisi 4,8 elektron volt, çıxış işimiz 2,7 elektron voltdur. Bu da fərq eləyəcəkdir 2,1 elektron volt. Bax, indi kalsiyuma görə bizim artıq kinetik enerjimiz 2,1 elektron volt elədir. Yazıram bunu bir kənara. Bax, öncə Cesiuma görə kinetik enerjimizdən çıxış işimizin qiyməti bu idi. Sonra isə kalsiyuma görə isə oldu artıq bizim kinetik enerjimizin qiyməti 2,1. İndi gətirək bunu bu verilən qrafikimizə yerləşdirək. Bizə buradan bir dənə kinetik enerjimizin 2,9 qiyməti verilibdir. Həmin bu 2,9 kinetik enerjimizə görə çıxış işinin qiyməti 1,9-dur. 1,9 ilə 2,9 olan qiymətlərimizi birləşdirirəm. Bunu qırıq-qırıq xəttlərlə birləşdirək. Bunları birləşdirdik. Bura oldu bizim bir xəttimiz. Digər yandan isə bizim buradan digər tapdığımız kinetik enerjimizin qiyməti 2,1-dir. Burası 2,7. Bax, indi sənin burada görürsən ki, kinetik enerjinin qiyməti 2,9-dur. Digər enerjinin də kinetik enerjinin 2,1-dir. Yəni tapdığın qiymət 2,9-dan kiçikdir. Bilirik ki, kiçik qiymət sıfıra yaxın olandır. Onda hardasa bu 2,1 təxmini bax buraların bir yerində yerləşəcəkdir. Bunu da yazdıq bura. Və biz 2,1 kinetik enerjimizdən foton enerjisi, kinetik enerjimiz 2,7-dirsə, bu qiymətləri də birləşdirəcək. Bunu da bax bu cür şəkildə birləşdirib. Yaxşı olar ki, bunu qırıq-qırıq xəttlərimizdən götürə belə çəkək. Belə. Buradakı xəttimiz də, bax bunları da qara rənglə düyün nöqtəsi nədir? Olur bizim bunları da birləşdirsək, asılı qrafikimiz bu şəkildə gəlib öz əksini tapmış olacaqdır. Yəqin ki, bu izah sizə aydındır. Baxaq növbəti sualımıza. 20-ci sualımızda verilmiş metal üçün fotoeffektin qırmızı sərhəddi 630 nanometr dalğa uzunluğuna uyğundur. Fotoelektronların maksimal kinetik enerjisi düşən foton enerjisindən 3 dəfə az olarsa, metal üzərinə düşən işığın dalğa uzunluğunu hesablayacaq. Bax, indi birinci verilən fiziki əməllərə baxırıq. Fotoeffektin qırmızı sərhəddində dalğa uzunluğu. Sadəcə dalğa uzunluğu qırmızı sərhədsiz desəydi, bu lambda idi. Amma qırmızı sərhəddin dalğa uzunluğu deyiləndə bu lambda maksimum olacaqdır. Lambda maksimumun qiyməti 630 nanometrdir. Ümumiyyətlə, lambda maksimum, yəni minimum varsa, bil ki, bunun başında çıxış işin duracaqdır sənin. Çıxış işini, yəni lazımdır əlaqəsini çıxartmaq. Sonra nə deyir bizə burada? Deyir ki, fotoelektronların maksimal kinetik enerjisi, bunu buradan köçürdürəm. Maksimum kinetik enerjimiz nəyə bərabərdir? Deyir ki, düşən fotonun enerjisindən 3 dəfə kiçikdir. Bax, foton enerji, kinetik enerjimizin maksimumu bərabərdir. Foton enerjisi 3 dəfə nədir? Azdır, yəni kiçikdir. Dəfə azdır, dəfə kiçikdir söhbətlərini görəndə nə verirsə böləcəksən həmin qiyməti. Qiymətimiz 3-dür, böldük bunu 3-ə, yəni kiçikdir də. Və sonra isə metal üzərinə düşən işığın dalğa uzunluğu. Dalğa uzunluğumuz lambdadır. Bizdən lambdanı soruşacaqdır. Ümumiyyətlə, həmişə belə bir ifadə işlədirəm. Ya sizin bir fiziki kəmiyyətinizin lambda maksimum və yaxud da lambdası olarsa və yaxud da enerjilərin fərqlidirsə, kinetik, foton enerjisi, o zaman başlayasan Einstein tənini yazmağa. Einstein tənlimiz bizim belə idi. Foton enerjisi bərabər idi. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Demək, nə cür danışdıq? Lambda maksimum varsa, bu çıxış işin içindədir. Lambda varsa, bu isə foton enerjisindədir. Onda belə çıxır ki, buradan kinetik enerji lazımsız bir enerjidir. Kinetik enerjini aradan çıxartmaq lazımdır. Və mən kinetik enerjini buradan aradan çıxartmaq üçün, onda kinetik enerjinin yerinə foton enerjisi bölünsün 3 yazmalıyam. Bax, bunun yerinə bu ifadəmizi yazacağım. Çünki lambda maksimum, lambda kinetik enerjidə yoxdur. Onda bizim bu ifadəmiz belə olur. Foton enerjisi A çıxış işini köçürdürəm. Kinetik enerjimizin yerinə yazıram. Foton enerjisi bölünsün 3 şəklində yazaq. Belə. İndi bu 3-ü də çarpaz vursaq buradan. 3-ü burada vurdum, burada vurdum. Onda bu olacaq belə. 3
fotonun enerjisi bərabərdir 3A çıxış. Üzərinə gəldi sadəcə bir foton enerjisi. Belə, sadələşdirirəm. 3 foton enerjisindən bir foton enerjisini çıxanda belədir 2 foton enerjisi bərabərdir 3A çıxışdan ibarətdir. Daha sonra bizim burada lambda maksimumlarımız və lambdalarımız var. Onda nə edərik? Dedik ki, foton enerjisinin yerinə lambda var deyə H neo, neonun da yerinə S bölünsün lambda yazacağım bərabərdir. Və buradan da 3 yazıram. A çıxışın da yerinə həmin düsturun özünü yazıram, köçürdürəm olduğu şəkildə. Sadəcə çıxış işinə bu düstur lambda maksimum şəklində yerləşəcəkdir. Sadələşdirsək, HC-lərimiz bizim buradan ixtisar qalır. 2 bölünsün lambda bərabərdir. 3 bölünsün lambda maksimum. Bizdən lambdanı soruşdu. Lambdamız da bizim, bax elə bil 3-ü lambdaya vur, istərsən gəl belə burax da. 3-ü lambdaya vururam. Bərabərdir 2-ni də lambda maksimuma vururam. Və oradan da biz lambdanı soruşanda 3 düşəcəkdir məxrəcə. Yəni olur bizim bu ifadəmiz bu şəkildə. Səhv etmirəmsə, lambda maksimum 630 nanometr idi. Qoy bir baxım. Aha, qırmızı sərhəd tezliyimiz 630 nanometrdir. Götürürəm lambda maksimum yerinə bu ifadəmizi yazaq buradan. Deməli, 3-də 2, lambda maksimum yerinə 630 nanometr yazanda 63 ilə 3 ixtisar eləyən gedəndə bu elədi 21 yanına 0 atıram 210. 2-ni də 210-a vuranda bu elədi 420 nanometrdən ibarət. Yəni bizim buradakı lambdamızın qiyməti 420 nanometrdir. Nano isə 10⁻⁹ deməkdir. Baxdıq indi növbəti sualımıza. 20 idi bu. İndi 21-ə baxıram. Öncə bu hissələrimizi buradan silək biz. 21-ci sualımızda vakuum fotoelementinin katodunun materialı üçün çıxış işi 1.6 vur 10⁻19 jouldur. Katod üzərinə düşən foton enerjisi 3.6 10⁻19 joule olanda işıq düşdükdə və maksimal impulsu tapacaq. Bax, impulsun maksimum qiymətini soruşursa bizdən, bil ki, bunun içində kinetik enerji gizlənib. Ümumiyyətlə, kinetik enerji haradaydı? Sürət idi, impuls, gərginlik. Bu fiziki əməklər kinetik enerjimizdən əlavəlidir. Bir yandan da bizə kütlə verilibdir. Belə, indi isə verilən fiziki əməklərimizi köçürdürəm. Çıxış işimiz bərabərdir 1.6 vur 10⁻19 jouldur. Sonra fotonun enerjisi isə bizə verilibdir nə qədər? 3.6 vur 10⁻19 jouldur. Və dedik ki, əgərlərin bizə 2 enerji verilərsə, Einstein tənini yaza bilərik. Bu iki fiziki əməyin sayəsində biz kinetik enerjimizi çıxardacaq. Bilirdik ki, Einstein tənlimiz belə idi, foton enerjisi bərabər idi. Çıxış işi ilə kinetik enerjimizin cəmi, oradan da kinetik enerjimizin yəni maksimumu tapanda, bu da eləyəcəkdir fotonun enerjisindən çıxış işini çıxırıq. Demək, indi yerləşdirək. Fotonun enerjisinin qiyməti 3.6 10⁻19-dur. 10⁻19-u çıxardıram elə birbaşa mötərizə xaricinə. Çünki görsənmə, bax, kinetik enerjində, çıxış işində foton enerjisində hamısı 10⁻19 var. Onun üçün mötərizə xaricinə qoyuram. Çıxış işimizdə 1.6 vur 10⁻19-u qoyduq qırağa və hesablayıram. Bu da elədi 2 vur 10⁻19 jouldan ibarətdir. Bu belə. Digər yandan da biz bilirik ki, kinetik enerjimizin impulsla qiymətini tapan, düsturunu tapanda P-nin kvadratının maksimumu bölünəcəkdir 2M-dən ibarətdir. Bizə deyir impulsu tap. İmpulsu tapanda o zaman P bərabər olacaqdır. Yəni P maksimum bərabər olacaqdır. 2M vurulacaqdır Y kinetikə. İmpulsun da başı kvadratdır deyə girəcəkdir bunlarda kökün altına. İndi verilən fiziki əməklərimizi köçürdürəm. Kütlə bizə verilibdir. 9 vurulsun 10⁻31. Sonra kinetik enerjimizin qiymətini tapdıq. 2 vur 10⁻19. Bunu da köçürdürəm buraya. 2 vur 10⁻19 və bu ifadələr kökün altındadır. Deməli, 2-ni 2-yə vurana 4. Bu ümumiyyətlə kökdən çıxır, eləyir 2. Belə, sonra 9 kökdən 3 çıxır, 2 vurulsun 3 şəklində olacaqdır və bu hissəyə də fikir verək. 10⁻31, 10⁻19-a vurulanda 0, demək 4,
əldə eləyəcəkdir. Bu 10 üstü mənfi 50 eləyir. 10 üstü istərsən gəl elə bunu silin buradan yazım da. 10 üstü mənfi 50. Bu isə kökün altından 10 üstü mənfi 50 çıxacaqdır. 10 üstü müsbət 25 üstü. Bizim cavabımız nə olur? İmpulsumuzu 2-ni 3'ə vurduq 6. 6 vurulsun 10 üstü müsbət 25 elədi. Sualımızın cavabı daha doğrusu mənfisi ilə də mənfisi ilə olacaqdır. İndi bu hissələrimizi buradan biz silək. Baxaq digər sualımıza. Neçənci sual idi yazdığımız? 21 idi. İndi 22-ci sualımıza baxaq. Sükunətdə olan elektron hansı sürətləndirici potensiallar gərginlik fərqini keçməlidir ki, aldığı enerji dalğa uzunluğu lambda olan foton enerjisinə bərabər olsun? Yaxşı, gəlin ümumiyyətlə buradan deyilən sözlərimizi anlamağa çalışaq. Sükunətdə deyəndə ümumiyyətlə bilməli ki, başlanğıc sürət, başlanğıc impuls, başlanğıc kinetik enerjimiz sıfıra bərabərdir. Deyir, hansı sürətləndirici o potensiallar fərqi. Yəni bizdən hansıdan sonra nə gəlir? Gərginlik. Demək, gərginliyi bizdən soruşur. Daha sonra deyir ki, bax bu gərginin aldığı enerji, gərginlik hansı enerjinin içində gizlənirdi? Kinetik enerjimiz. Yəni bu söz gərginlikdən sonra verilən enerjimiz bizim kinetik enerjimizə məxsusdur. Lambda isə uyğun olan enerji foton enerjisidir. Bunda yazıram foton enerjisi nədir? Deyir, bir-birinə bərabər olsun. Yəni bax bu enerjilər bir-birlərinə gəlsin, bərabər olsun. Aha, indi davam edirəm. Kinetik enerjimizin yerinə elementar yük vurulsun saxlayıcı gərginlik yaza bilərəm. Foton enerjisinə yerinə de bu verilən fiziki əməliyyatlarımıza görə lambda var, H var, C varsa onda foton enerjisinin yerinə H növ yazaram. Nöwün da yerinə dedik ki, nə? C bölünsün lambda yaza bilərik. Olur bizim bu ifadəmiz bu şəkildə və gərginliyi soruşur. Gərginliyi də tapanda saxlayıcı gərginlik bərabərdir. HC bölünəcək lambdayı elementar yükdə düşəcək məxrəcə. Bizim bu ifadəmiz bu şəkildə olacaqdır. İndi isə 23-cü sualımıza baxıram. Bunları belə çevirək bu tərəfə. 23-cü sualımızda verilmiş metal üçün fotoeffektin qırmızı sərhədinə uyğun tezlik niyə minimumdur? Fotoelektronların maksimal kinetik enerjisi foton enerjisinin 3 dəfə az olarsa, metal üzərinə düşən işığın tezliyi nəyə bərabər olacaqdır? Bax, bizə deyir ki, qırmızı sərhəd tezliyi, yəni niyə minimum mən sənə vermişəm. Bunu götürəm, köçürdürəm bir kənara. Sonra həmişə fikir ver, hansı enerjiləri bir-birinə bərabər edir. Deyir ki, fotoelektronların maksimal nəyini? Kinetik enerjisi. Demək yazıram buradan. Kinetik enerjimizin maksimumu nəyə bərabərdir? Fotonun enerjisindən 3 dəfə kiçikdir. Hə, onda bərabərdir. Fotonun enerjisindən dəfə azdır, dəfə kiçikdir deyəndə bu bölünəcəkdir. Hansı enerji deyirsə bölünəcək o qədər qiymətə, yəni 3 dəfə belə yazıram. Daha sonra deyir ki, buradan bizə metal üzərinə düşən işığın tezliyi nəyə bərabərdir? Tezlik niyudur. Bunda niyunu bizdən soruşur. Yəni demişdi ki, qırmızı sərhəd tezliyi minimumdur, yazır niyə minimum. Amma adi niyə soruşsam bu indeksində heç nə olmayandır. Sonra həmçinin belə demişdim. Əgər bizim enerjilərimiz 2-dən çoxdursa və yaxud da bir fiziki əməliyyatın özü maksimum və yaxud da minimum varsa, mütləq enerji tənliyi yazılacaqdır. İndi yenə başlayıram Einstein tənlimi yazmağa. Foton enerjisi bərabər idi. Kinetik enerjimizlə çıxış işimizin cəmindən ibarət olacaqdır. İndi fikir ver, bax. Niyə minimum çıxış işinin içində var? Niyə isə foton enerjisinin içində var? Deməli, burada kinetik enerji gərəksiz, lazımsız enerjidir. Kinetik enerjini aradan çıxartmaq lazımdır. Onda mən nə edirəm? Kinetik enerjimin yerinə, bax, bu ifadəmizi yazacağam. Foton enerjisi bölünsün 3 yerləşdirəcəm. O zaman bu ifadə olur belə. Foton enerjisi bərabər. Kinetik enerjinin yerinə foton enerjisi bölünsün 3 yazıram. Bir üzərinə gəlsin. Burada bizim A çıxış işimiz var. Bunu yazdıq belə. İndi bunu sadələşdirib. İstəyirsən, bax, bu 3-ü həm foton enerjisinə vur, həm də çıxış işinə vur ki, bunu məxrəcdən asad edə bilək. Olur belə 3 Y foton enerjisi. Daha bunun özü də məxrəcində qalmadı da, çarpaz vurur deyə. Qalır onda foton enerjisi. Bir də 3-ü də A çıxışa vuranda bu da elədi 3 A çıxış işindən ibarətdir. Sonra 3 foton enerjisindən 1 foton enerjisini çıxanda bu elədi 2Y foton bərabərdir. 3A çıxış işindən ibarətdir.
İndi başlayıram buradan sadələşdirməyə. Deməli, biz necə danışdıq? Dedik ki, foton enerjisinin içində nə var? Növ var. Yəni onda mən foton enerjisinin yerinə gətirərəm 2 durur yerində foton enerjisinin yerinə H növ yazacağam. Bu vurulsun. Çıxış işinin də yerinə eyni düstur yazılan H növ sadəcə növ minimum şəklində yazılacaqdır. Buradan H-lar ixtisar olunur. Bizə növünü soruşdu. Növ da o zaman bərabər olacaqdır. 3 növ minimum bölünəcəkdir 2-dən ibarət. Yəni 2-də 3 növ minimum. Başqa sözlə buna 1/5 növ minimum şəklində də yaza bilərik. İndi bu hissələrimizi silirəm. Keçirəm növbəti sualımıza. Sual 24. Fotoeffekt zamanı fotoelektronların maksimal kinetik enerjisinin düşən işığın tezliyindən asılı qrafiki verilmişdir. S nöqtəsinə uyğun tezliyi hesablayacaq elementar yük və Planck sabitimiz var. Elə gəl bunun bu hissədən üzərindən yazaq ki, H Planck sabiti də 6 vur 10 üstü mənfi 34 jol vurulsun saniyədir. Bizə deyir ki, buradakı sən S nöqtənə görə növ nəyə bərabərdir? Biz isə S nöqtəsinə görə baxanda buradakı qiymət bizim kinetik enerjimizdir. Kinetik enerjimiz çünki şaquli xəttdə yerləşir. Deməli, bu S nöqtəsinə görə kinetik enerjimiz 8 elektron voltdan ibarət olacaqdır. Bir də bu hissəyə fikir ver. Bura növdursa, bax, bu hissə qırmızı sərhəd tezliyinin növ minimumu olacaqdır. Buradan bura qədər də bu qrafikimiz gəlib bu tərəfdə olacaqdır ki, çıxış işimizin qiymətindən ibarətdir. Çıxış işimiz -4 şəklində qəbul etmirik. Bu sıfırdan aşağı olduğuna görə qrafikdə mənfi silahla yazılmalıdır. Amma özünün hesabatda qiymətini həmişə müsbət götürəcək. İndi belə, gəl verilən fiziki əməklərimizi kənardan da yazıram. Kinetik enerjimiz bərabərdir 8 elektron volt, çıxış işi bərabərdir 4 elektron voltdur və danışdıq ki, əgər bizə 2 enerji veriləcəksə, o zaman Einstein tənini yazaraq foton enerjisini tapa bilərik. Einstein tənimiz də belirtdi belədir. Kinetik enerji ilə çıxış işinin cəmindən ibarətdir. Buradan da kinetik enerjimiz 8, çıxış işimiz 4 elektron voltdursa, foton da enerjisi gəldi elədi 12 elektron voltdan ibarətdir. Bunu götürüm, yazın bir kənara. Bu hissəni də çıxardaq belə. Olur bu cür şəkildə. Digər yandan da baxıram ki, bizə deyir ki, S nöqtəsinə uyğun tezlik. Yəni, bu növünü soruşur. Demiş ki, qırmızı sərhəd tezliyi növünü soruşur. Qırmızı sərhəd tezliyi olsaydı, buradakı göy olan hissəydi. Amma S nöqtəsi bu hissədəki enerjidir, o da növdür. Növünü biz tapmalıyıq. Növ varsa, dedik ki, bu harda olacaq? Foton enerjisində olacaqdır. Amma növ minimum olsaydı, bu çıxış işində olacaqdır. Belə, biz indi fotonun enerjisinin yerinə H növ yazaram. Bu qiymətimiz 12 elektron voltdan ibarətdir. Bizə deyir ki, növünü tap. Növünü tapanda H-ımız məxrəcə düşəcəkdir. Sürətimiz isə 12 elektron volt qalıbdır. İndi verilənləri yerləşdirirəm. 12 vurulsun. Bax, elementar yük var. Bu elementar yükümüzün yerinə biz 1/6 vur 10 üstü mənfi 19 kulon yazacaq. Və nə cür şəkildə varsa bunu elə köçürdürəm. 1/6 vur 10 üstü mənfi 19 kulonu da yazıram yanına. Burada bir dənə volt qalıbdır. Voltu da köçürdürəm yanına. Əslində o vahidləri ixtisar olanda sadəcə tezliyin vahidi qalacaq. Yenə də aydın olsun deyə yazıram. Digər yandan da bizim H-ımız da var. H Planck sabitimizin də qiyməti 6 vurulsun 10 üstü mənfi 34 jol vurulsun saniyədən ibarətdir. İndi sadələşdirək buradan. 12-ni 6-ya böldük. Bu elədi 2. Yazıq bura 2. Sonra 2-ni 1/6-ya vuranda bu elədi 3. Yəni növ bərabərdir. Daha doğrusu 3/2 elədi. Buradan yazdım 3/2. Həmçinin də 10 üstü mənfi 19 ilə 10 üstü mənfi 34 də ixtisar olunanda məxrəcimizdə bizim qalır 10 üstü mənfi 15. Bu 10 üstü mənfi 15 sürətə qalxanda bu 10 üstü müsbət 15 şəklində eləyəcəkdir. Bunu buradan yazdım. Bu cür şəkildə. İndi bunu bizə 1 saniyə, 1 bölünsün saniyə verəcəkdir. Onda bu nə cür edirəm? Bax, bu volt var. Bu voltun yerinə jol bölünsün kulon yazacağım. Belə jol bölünsün kulon. Kulonlar ixtisar, jollar ixtisar olunur. Yerdə nə qalır? Məxrəcdə ancaq saniyə qalır. Buradakı 1 bölünsün saniyə deməkdir də. Belə 1 bölü saniyə, 1 bölünsün saniyə də bizə hertz verəcəkdir. Yəni bunun yerinə hertz yazacağıq. Sualımızın cavabı olur 3/2
10 üstü müsbət 15 Hz olacaqdır. Beləliklə sualların sonuna gəlib çatdıq. Ümid edirəm izahlar sizə aydındır. Mənə dəstək olmaq istəyirsinizsə və belə videoların davamlı gəlməni istəyirsinizsə, mənə abunə olun, bəyənin və öz fikirlərinizi rəy bölümündə yazın ki, belə videolarımız davamlı şəkildə gəlmiş olsun. Növbəti izahlarda görüşərik. Sağ olun, Allah amanında.